Hörmətli tamaşaçılar, pensiyanın staja və yaşa görə təyinatı məsələsi ətrafında qaynar xəttimizə çox sayılı müraciətlər daxil olur. Anar, siz də şahid olursunuz və belə çıxır ki, vətəndaşa hələ də aydın olmayan məqamlar var. Elə biz də bu məqsədlə mövzunu studiyamızın qonağı Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılovla müzakirə edəcək. Eyvaz müəllim, xoş gəldiniz. Xoş gəldiniz. Çox sağ olun, təşəkkür edirəm. Eyvaz müəllim, yaşa görə pensiya hansı əsas meyarlarla təyin olunur? İlkin olaraq bundan başlayaq. Bildiyiniz kimi, əmək pensiyaları Azərbaycan Respublikasında əmək pensiyaları haqqında qanunla tənzimlənir. Yəni, oradakı şərtlər daxilində vətəndaşlara, sığorta olunanlara pensiya təyin edilir. İlk öncə başlayaq yaşa görə pensiyanın təyin olunması şərtlər. Birinci, şəxsin mütləq yaşa çatmalıdır. Bildiyiniz kimi, kişilərdə yaş həddi hal-hazırda 65, qadınlarda 64 yaşda hər il 6 ay artırılmaqla kişilərlə bərabər səviyyə, yəni 65 yaşa çatdırılacaq. Birinci şərt, yaş tamam olmalıdır. İkinci şərt, əgər vətəndaşın minimum pensiya təminatına imkan verən kapitalı varsa, vaxtilə işləyib, kapital toplayıb, həmin kapitalı 144-də böləndə minimum pensiya təminatına imkan verirsə, artıq stajından asılı olmayaraq, həmin şəxsə pensiya təyinatı aparılır. Yox, ola bilər ki, vətəndaş az gəlirli sahədə işləyib, kapitalı kifayət qədər deyil. Bu halda isə uzun müddət fəaliyyət tələb olunur. Yəni ki, azı 25 il staj olmalıdır ki, həmin şəxsin əmək pensiyası hüququ əldə edə bilsin. Bildiyiniz kimi, bayaq sujetdən də qeyd edildiyi kimi, hansı şəxslər ki, 2006-ya qədər vaxtı ilə fərdi şot sistemi olmayıb, müəssisələrdən vətəndaşların sənəd toplamağı, arxivlərdən sənəd əldə edilməyi çox çətin idi. Bununla bağlı qanuna 2009-cu ildə dəyişiklik edildi. Yəni, pensiya avtomatlaşdırılmış qaydada təyin ediləndə 2006-dan 2018-ci ilin iyuluna qədər əgər məbləğindən asılı olmayaraq kapitalı varsa, həmin şəxslərə əslində 2006-cı ilə qədər olan dövr 25 il güzəşt edib, həmin şəxslərə də sistemə gətirilərək onlara pensiya təyin olunur. Və yaxud da ki, dördüncü bir variant, vətəndaş məbləği, kapitalı kifayət qədər deyil, özü əmək qabiliyyətli olduğu dövrdə xüsusi hesaba da vəsait qoya bilər özü əlavə, gələcək pensiya təminatını təmin etmək üçün. Yəni, xüsusi hesabı aktivləşdirir, oraya istədiyi qədər, yəni minimum pensiyanın 3300 mislindən artıq olmaq şərti ilə, özü də gələcəkdə daha yüksək pensiya almaq istəyirsə, özü də əlavə vəsait qoymaqla pensiya hüququ əldə edə bilər. Bu göstəriciləri əgər yoxdursa, tamamlanmırsa, təbii ki, həmin şəxsə dövlət büdcəsi və sadə hesabına müavinət təyin olunaraq ödənilir. Burada başqa məqamlar da var, Eyvaz müəllim. Bizim qaynar xəttimizə də müraciətlər daxil olur. Bəzən elə olur ki, doğrudan da vətəndaşın iş stajı pensiya almağa kifayət etmir. O, bu halda müavinət alır. Bəli. Lakin eyni zamanda vətəndaş narazıdır ki, həmin müavinət ona yetmir. Heç nə üçün çatmır. Bir tərəfdən məsələnin hüquqi tərəfinə varmış olsaq, bəli, təbii ki, hüquqla o həmin müavinəti almalıdır. Bəli. Lakin digər tərəfdən həmin məbləğin ona yetmədiyi məqamı da var. Bu baxımdan bu məsələlərin necə tənzimlənməsi mümkün ola bilər? Bu da maraqlı. Bilirsiniz, pensiya təbii ki, müavinətdən həmişə yüksək olub. Çünki vaxtı ilə işləyib, gəlirlərindən sığorta haqqı ödəyib və gələcəkdə də həmin sığorta haqqının müqabilində də pensiya ilə təmin olunur. Bu, əgər Dövlət Sosial Müdafiə Fonduna heç bir töhfə verməyib, yəni işləyib sığorta haqqı ödəməyib və yaxud da az müddət ərzində bayaq siz qeyd etdiyiniz kimi işləyibsə, həmin şəxslərin pensiya hüququ yaranmadıqda onlara sosial yardım məqsədi ilə müavinət verilir. Bu, verilən müavinət onlara, yəni ki, pensiya hüququ yoxdur, onlara verilən sosial müavinət də sosial yardım məqsədi ilə verilir. Bildiyiniz kimi, 24-cü ilin dekabr ayında ölkə prezidentinin sərəncamına əsasən bu müavinətlərin məbləğinə yenidən baxılması ilə bağlı Nazirlər Kabinetinin tapşırıq verilir. 3 ay müddət verilib, artıq 3 ay tamam oldu. Yəqin ki, aprel ayından həmin məbləğlərə yenidən baxılıb, müavinətlərin də və təqaüdlərin də artırılması gözlənilir. Bu yaxşı xəbər oldu, yəni ki, hörmətli tamaşaçılarımız üçün. Eyvaz müəllim, ümumiyyətlə, pensiya yaş həddi və minimum sığorta stajı. İstəyədik bu barədə də biraz danışaq. Yaşa görə hissəni qeyd etdik. Bir də həmin nəyi daha doğrusu sizdən soruşmaq istəyirdim. Sığorta stajı olmayan vətəndaşlar ümumiyyətlə pensiya ala bilərmi? Xeyr, bayaq qeyd etdiyimiz kimi, əgər sığorta stajı yoxdursa, kapitalı yoxsa, təbii ki, o pensiya ala bilməz. O mütləq bayaq qeyd etdiyimiz kimi müavinətlə təmin olunurlar. Minimum stajı da yaşa görə variant üzrə qeyd etdik ki, 25 il və yaxud da kapital olmalıdır. 50-lərdə, ailə vaxtını itirənlərdə isə yaş tələbləri təbii ki, fərqlidir. Əgər 50 il, 81-100% əmək qabiliyyəti, orqanizm funksiyası pozulubsa, yəni əvvəlki birinci dərəcə 50-lik, bu halda azı 5 il sığorta stajı və hər əmək qabiliyyətli yaş dövrü üçün əlavə 4 ay stajı olduqda təyin olunur.
və 31-80% qədər orqanizm funksiyası pozulubsa, bu halda həm yenə də minimum 5 il staj, əlavə də həm də kapital tələbi var. Yəni bu şəxslərdə mütləq azı 5 il staj olmalıdır və minimum pensiya təminatına imkan verən kapital olmalıdır. Bundan fərqli olaraq hərbi qulluqçularda bildiyiniz kimi hərbi xidmət müddətindən asılı olmayaraq və kapitalın məbləğindən asılı olmayaraq təyin olunur. Çünki burada hərbi xidmət müddəti 1 ildir və hər hansı bir xəstəlikdən və yaxud da hərbi xidməti vəzifəsini yerinə yetirərkən əlil olmuşdur. Bu halda həmin şəxsə güzəşt olunur ki, tələb qoyulmadan, yəni staj tələbi olmadan onlara pensiya hüququ təmin olunur. O cümlədən də ailə başçısını itirməyə görə pensiyada yenə 50-likdə olduğu kimi staj tələbi var. Yəni hansı yaşda vəfat edibsə, o yaşına uyğun staj tələbi var. Bu da qayda belədir. 30 yaşına qədər vəfat edibsə 5 il, 31 yaşdan sonra vəfat edibsə və yaxud da 50 olubsa, əlavə hər 5 ildən sonraki, 30 yaşdan sonraki ilə görə 4 ay staj tələb olunmaqla onlara pensiya təyin olunur. Yılmaz müəllim, burada təbii ki, qaynar xəttimiz də aktivdir. Hörmətli tamaşaçılar, elə siz də aktiv olun, sizi maraqlandıran məsələlərlə bağlı bizə müraciətlərinizi edə bilərsiniz. Necə ki, Yevlaxdan müraciətimiz var. Nazim müəllim 1986-2005-ə qədər Avro bazarda işləyib, ona deməli pensiya ayırmırlar, dostdan deyiblər, avtobazada işləyib, ona pensiya ayırmırlar, dostdan deyiblər ki, yaranmır, yəni pensiya ayrılmayacaq. Ola bilər ki, bayaq qeyd etdiyimiz kimi göstəriciləri, stajı, tələb olunan, qanunvericiliklə tələb olunan şərtləri ödəmir. O halda təbii ki, ona pensiya təyin oluna bilməz. Əgər vətəndaşın, bayaq qeyd etdiyimiz kimi, 2006-dan sonra da bunun kapitalı yoxdur. Əgər məbləğindən asılı olmayaraq, bayaq qeyd etdiyimiz kimi, 1 qəpik belə olsa, həmin şəxsə qanunvericilik güzəşt olunaraq pensiya təyin olunur. Deməli, 2006-cı ildən bura bildiyiniz kimi müəyyən qədər vaxt keçib, bu dövrdə də bu əmək fəaliyyəti ilə məşğul olmayıb. Amma yaşa görə pensiya almaq yəqin ki, onun yaşa görə almaq üçün bayaq etdiyimiz kimi mütləq həm staj olmalı idi və ya kapital olmalı idi. Bu şərtləri ödəmək üçün həmin şəxsə də təbii ki, sosial müavinət təyin olunub ödəniləcəkdir. Eyvaz müəllim, pensiya kapitalından danışdınız. Təqaüdə çıxmadan pensiya kapitalında yığılan vəsaitdən istifadə etmək mümkündürmü? Bugün bir çoxlarını düşündürən sual budur. Bildiyiniz kimi, o kapitallar elə adından da göründüyü kimi pensiya məqsədləri üçün toplanılır. Yəni məcbur sosial sığorta haqlarının, ödənilən sığorta haqlarının 90% onların fərdi hesablarında qeydiyyat aparılır. Hər il bu məbləğ indeksləşdirilir. Həmin şəxslər pensiya yaşına çatdıqda və yaxud da ki, əlil olduqda, vəfat etdikdə isə ailə üzvləri yalnız pensiya şəklində əldə edə bilər. Qanunvericilikdə həmin vəsaitin erkən vaxtda və yaxud digər formada əldə edilməsi nəzərdə tutulmamışdır. Çünki yalnız o sığorta hadisəsi baş verəndə, yəni pensiya yaşına çatdıqda bayaq qeyd etdiyimiz kimi, o halda pensiya şəklində əldə edilir, aylıq pensiya şəklində əldə edə bilər. Yazmən, bundan başqa pensiya kapitalının fərdi hesabda toplanılması prosesi necə aparılır və ümumiyyətlə vətəndaşlar ümumilikdə bu prosesi özləri necə nəzarət edə bilər, bu prosesi necə yoxlaya bilər? Bütün bu məqamlar da təbii ki, maraq doğuran məsələlərdən biridir. Bəli, kim fəaliyyət göstərən şəxslər sığorta olunanlar deyək, qanunvericiliklə sığorta olunanlar nəzərdə tutulub. Həmin şəxslər hər ay gəlirlərindən məcburi sığorta haqları ödülür. O cümlədən işə götürən tərəfindən də ümumilikdə 25% gəlirin, əmək haqqı fondunun 25% qədər onlara sığorta haqqı ödənilir. Həmin sığorta ödənilmiş 25%-in 90%-i onların fərdi hesablarında öz əksini tapır, gələcək pensiya təminatları üçün. Bu məbləğ də hər ilin əvvəli indeksləşdirir. Bu il həmin kapitallar əvvəlki istehlak qiymətləri indeksinə görə 2.2% indeksləşdirərək artırlar. Hər il bu məbləğ artırılır. Bu ilki qoyulan vəsait isə gələn il, həm əvvəlki, həm də bu il toplanan kapitallarda növbəti ildə yenə də əvvəlki ilə birlikdə yenə də indeksləşdirilərək artırılır. Bu proses vətəndaş pensiya çıxana qədər davam edir, indeksləşdirilir və pensiya çıxandan sonra artıq həmin şəxsə pensiya təyin olunur. Pensiya təyinatından sonra isə artıq kapitalı deyil, onun pensiyası indeksləşdirilərək artırılır hər il. Nominal orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq. Kapitallara necə nəzarət edə bilər? Sistemdə bir ictimai nəzarət qurulubdur, bildiyiniz kimi. Hər kəs girib
Əmək və Əhali Sosial Müdafiəsi Nazirliyinin saytına da, Ozurda Maqovazdan da öz şəxsi kabinetinə girib, hər ay müəssisəsi işə götürənin tərəfindən o vəsaitin vaxtında ödənilirmi, indeksləşibmi, yəni işə götürəni gəlirlərindən bütün məbləği ödəyib, ödəməyib, bir növ ona nəzarət eləyə bilir. Əgər ödəməyibsə, baxacaq ki, işə götürən tərəfin gəlirinin maaşı ödənilib, əmək haqqısı ödənilib, ancaq onun sığorta haqqını ödəməyib. O zaman o yenidən qayıdıb, necə ki, müəssisə fəaliyyətdədir, heç bir ləğv olunmuyor və yaxud da ki, hansı fəaliyyətdə dayanmayıb və işə götürülən müraciət edəcək ki, mən artıq gəlirlərimin sığorta haqqı tutmuşdunuz, xahiş edirəm, o sığorta haqqı mənim elektron sistemdə görünmür, o vəsaiti hesabatı verib bərpa elətdirəcək. Yəni, bir növ ictimai nəzarət, vətəndaşlar özü ictimai nəzarət eləyə bilirlər buna. Yazılan qaynar xəttimizə müraciətlər gəlməkdədir. Sarıcalı kəndində 41 il müəllim işləyib, hörmətli tamaşaçımız. Yığdığı pulun faizi qədər deyirlər ki, sizə pul vermişik. Staj pulu isə verilməyib. Tahir müəllim yazır Ağcabəddən. Yəqin ki, vətəndaş bildirmək istəyir ki, bildiyiniz kimi, pensiyanın hesablanması 2 mərhələdə aparılır. Niyə 2 mərhələdə? 2006-cı ilə qədər fərdi sud sistemi olmayıb, yəni ödənilən sığorta haqlarının fərdi hesablarda əksi tanınmayıb. 2006-cı ildən sonra proses başlanıb, 2006-cı ildən sonra bütün ödədiyi sistemdə var, bayaq qeyd etdiyimiz kimi. Vətəndaş onu özü də görə bilir. 2006-ya qədər hissəni isə stajla müəyyən olunur. 2006-ya qədər neçə il stajı varsa, həmin staj vurulur 306 manata, 306 manatda indeksləşdirilir bugünkü səviyyə. Bugünkü səviyyəsi bu il pensiya çıxanlar üçün 1029 manatdır. Hər ili 1029 manata vurulur. Bu da olur onun 2006-ya qədər ki, stajına uyğun sığorta haqqı. 2006-ya qədər ki, belə bu qaydada müəyyən olmuş kapitalı 2006-dan sonraki kapitalla birləşdirilir və ona ümumi olaraq 144-də bölməklə pensiya təyin olur. Vətəndaşlar da bəlkə fikirləşir ki, 2006-dan sonra təkrar bir də staja görə nəsə əlavə edilsin. Axı bu fəaliyyət dövrü kapitala münasibətdə nəzərə alınmışdır. Təkrar onun nəzərə alınması mümkün deyil. Yəni proses belə baş verir. 2006-ya qədər stajla, 2006-dan sonra isə qoyduğu kapitala görə müəyyənləşir. Yazman, təşəkkür edirik sizə. Çox ətraflı məqamlara toxundunuz və hörmətli tamaşaçılarımızın da maraqlandığı suallara cavab verdiyiniz üçün çox sağ olun. Bir daha sizə təşəkkür edirik. Bəli, hörmətli tamaşaçılar, biz bu pensiya məsələləri ilə bağlı olan mövzunu daim diqqətdə saxlayırıq və bundan sonraki proqramlarımızda da məhz sizin müraciətləriniz əsasında sizi maraqlandıran bütün bu məsələlər studiyamızda ekspert rəyləri ilə birgə işıqlandırılacaq. Biz isə proqramımızı